Salam əziz izləyicilər. Cambridge English Cat Level A2 level Reading Part 1 Test 4 Questions number 1 to 6. For each question choose the correct answer. Deməli test 4 reading part hissəsi başlayırıq. Burada yazılıb Gemina, did I leave a scar at your house yesterday? It belongs to my friend and I need to give it back. Thanks Tracy. Tracy Gemina yazıb ki, bəs dünən mən şərfi sizdə qoymamışam. O mənim dostuma aiddir və mən onu ona qaytarmalıyam. Deyir. Burada hansı nəticə çıxır? Tracy must return the scarf she borrowed. Bəli. Tracy aldığı, yəni borc kimi aldığı qaytarmaq şərtində onu qaytarmalıdır. O doğru variantdır. Tracy left her scarf in Gemina's garden. Gemina'nın garden söhbəti burada yoxdur. House olsa olardı. Gemina should give her scarf to Tracy's friend. Gemina güya verməlidir Tracy'nin dostuna. Xeyr, bu da yanlış variantdır. İkinci sualımıza baxırıq. Brenda Xavier'e yazıb. Hi Xavier, thanks for helping me to make the cake yesterday. Mənə bu tort hazırlamağında dünən kömək etdiyinə görə təşəkkürlər. I hope I win the competition today. Ümid edirəm ki, bugün yarışı qazanacağam. I'll share the prize with you. Hədiyyəni səninlə paylaşacağam. Brenda yazıb. Xavier wants to enter a cake competition. Bu Xavier deməli tort yarışına qoşulmaq istəyir. Halbuki Brenda qoşulacaq. Xavier is going to make a cake with Brenda. Xavier Brenda ilə tort hazırlayacaq. Artıq hazırlanıb bir əvvəlki gün. Brenda wants to win a prize for the cake. Brenda deməli bu yarışmada mükafat almaq istəyir. Mükafatı qazanmaq istəyir. Dolayısıyla C variantı doğru variantdır. Üçüncü sualımızda School Toy Week, məktəb oyuncaq həftəsi. Have you got any old toys you don't want anymore? Artıq istifadə etmədiyiniz, istəmədiyiniz köhnə oyuncaqlarınız varmı? Bring them to the school office, school məktəb, yəni idarəsinə gətirin. Other children may enjoy them. Başqa uşaqlar ondan deyir, həzz ala bilər, yəni sizə lazım olmasa da. The notice tells students that, deməli bu qeyd şagirdlərə nə deyir? They can get an old toy from the school office. Onlar məktəb idarəsindən köhnə oyuncaq əldə edə bilərlər. Xeyr. They can give their old toys to somebody else. Bəli, onlar köhnə oyuncaqlarını başqa birisinə verə bilərlər. Doğrudur. The school office doesn't want any more old toys. Məktəb idarəsi artıq köhnə oyuncaqları istəmir. Bu da yanlış seçimdir. Keçirik növbəti sualımıza. Lisa, there are a lot of train delays this morning. Lisa deyir, bu səhər qatar gecikmələri var xeyli. Dad said he's happy to drive you to school because it's raining. Ata dedi ki, yağış yağdığına görə maşınla səni məktəbə aparmaqdan məmnunluq duyar. Deməli, burada nə çıxardırıq? Lisa should go to school with her father today. Lisa bugün atası ilə getsə yaxşıdır məktəbə, doğrudur. Lisa's father usually takes her to school by car when it rains. Yağış yağanda Lisa'nın atası adətən onu məktəbə maşınla aparır. Yəni belə bir şey yoxdur. Lisa's father likes driving in the rain. Lisa'nın atası yağışda sürməyi sevir. Buradan da belə bir nəticə çıxartmaq olmur. 5-ci sualda the school website isn't working. Məktəbin internet web səhifəsi işləmir. Please call the office if you need information. Əgər məlumat ehtiyac varsa idarəyə zəng edin. Don't call the school until the website is repaired. Deyir, internet səhifəsi məktəbin təmir olunana qədər, hazırlanana qədər məktəbə zəng etməyin, belə bir şey yoxdur. You may not find any online information about the school today. Bugün məktəb haqqında online məlumat ala bilməyə bilərsiniz. Bəli. Çünki işləmir. Sayt işləmir, web sayt işləmir. Doğrudur.
You can't surf the internet at school at the moment. Hal-hazırda məktəbdə interneti sörf edə bilmərsən. İnternetlə məktəbin veb saytı ayrı-ayrı şeylərdir. Yəni öyle bir məlumat yoxdur. Keçirik 6-cı suala. Please have correct change before you get on. Deməli burada get on minmək mənasındadır. Minməzdən əvvəl zəhmət olmasa change də burada xırda pul mənasındadır. Ya da qalıq pul mənasındadır. Yəni minəndə deyir düzgün pul, düzgün belə deyək də pulunuz olsun üstünüzdə. Bu harda baş verir deyir. Where is this sign? Bu belə deyək də işarə, nişan harda olur? In a shop mağazada. Mağazada normal alış-veriş eləyə bilirsiniz, kredi kartına alış-veriş eləyə bilirsiniz. Burada ona ehtiyac yoxdur. At a bus stop, bəli, avtobus dayanacağında bəli. Bu işarə orada olur. Çünki avtobusa minəndə, yəni tutaq ki 100 manat verib xırdalama belə söhbət olmur da. 50 qəpiksə, tutaq ki 50 qəpiklə girməlisən bu formada. Aeroportda da olmur. Doğru cavabımız B variantı.